Hər kəs salamlayıram. Dostlar, bu hər dəfə eşidirəm ki, deyirlər ki, mən işdən yorğun gəlirəm. Olar ki, filan məhsuldan yeyim. Halbuki onu olmaz da. Yəni indi respublikanın 90%-i işdən gəlir daim. İndi o demək deyil ki, nə gəldi yeməlidir. Əgər sən formada olmaq istəmirsənsə, buyur, nə gəldi yeyə bilərsən. Amma sən şikayət edirsən. Axşam gəlmisən, misal üçün günorta karbohidrat çox yemisən də. Axşama sən toyuğun filesini sala bilərsən, yanında çoban salatı. Çalış çoban salatı gördüyün kimi olmasın. İndi ola bilsin sən restorandasan, qonaq getmirsən, lap evdəkilər sənin qarşına çoban salatı qoyubsa, yəni məcbur deyil, ya vacib deyil ki, sən hamısını yeyəsən. Olmaz. Yəni fikrim çatır. Yəni biraz yedin kifayət edir. Və üstündən 1 saat keçəndən sonra sən buyur, yəni 10 ədəd sarı kişmiş, qaran hələ ki saxlayın. Və say qədər 2-3 ədəd qoz. Və salam, o da ki yeməkdən 1 saat sonra. Və salam. İndi əgər insan var ki, çəkisi çoxdur, yox, axşam vaxtı bədəni karbohidrat istəyir. Bu da normaldır. Amma dözə bilirsənsə, dözmək də deməzdim. İnsan var ki, yemir də karbohidrat. Bununla yola verə bilirsənsə, buyur. Yox, əgər karbohidrat istəyirsənsə, yəni belə götürsəysən, yəni qreçkadır, yəni xlebsidir və yaxud bulğurdur, bunları sala bilərsən. Onları da salmaq istəmirsənsə, misal üçün qarğadalıdır, qaroxdur, yəni bunlardan da istifadə edə bilərsən. Bir daha söyləyirəm, əziz dostlar, deyimin mənası yoxdur. Əksəriyyəti 1-2 kilo çəki verir, halbuki o yağ deyil, o sudur bədəndən çıxır. Və salam, əlində ağ bayraq tutur ki, onda filan şey yeyə bilərəm, filan. Sən elə indi başlamısan da, qoy bir yağın getsin də. Elə bil ki, bir daha söyləyirəm, hər dəfə onu sözü yəni dilimə gətirirəm. Elə bir sənin borcun var. Borcunu qaytarmamısan, yenə gedib borc götürürsən. Yəni fikrim çatır, borcunu qaytar, ondan sonra get götür də. İndi qarın da elədir ki, yağın var. Yəni onu bədənindən çıxar, buyur, yəni nə istəsən yeyə bilərsən. Təbii ki, indi çərçivədən çıxmamaq şərti ilə həftəyə 2 dəfə sala bilərsən hərəsindən. Amma sən heç nə eləməmisən, elə deyirsən ver yeyim, ancaq fikrin yeməkdir. Yəni səhər də duranda, günorta da, axşam da. Bir daha söyləyirəm, çalışın formada olun ki, yəni siz necə psixoloji insana rahatlıq verir. Yəni başqa burada yəni mövzu ola bilməz ümumiyyətlə. Bir daha söyləyirəm, ümumiyyətlə dediyim kimi, bu məhsulları görürsünüzsə, misal üçün kişmişdir, filedir, çoban salatıdır, bunlar da çalışın çox yeməyin. Bədən bir daha söyləyirəm, istədiyi kimi hamısını bir dəfəlik çəkə bilməz özünə. Onda elə çıxır ki, səhər, günorta, axşam onda səhər bir dəfəlik yeyir, çıx gedir. Yəni mümkün deyil axı. O baxımda səhər, günorta, axşam var. Hər şey qayda qanun olmalıdır. Hər kəsə uğurlar.